Diferensial təlim-tədris mərkəzi Novruz bayramı günlərində öz qucağını geniş açaraq bayram şənliklərinə ev sahibliyi elədi. Bakıdan, eləcə də ayrı-ayrı məkanlardan ümumilikdə qonaq gələn müsafirlər ruhu oxşayan bahar nəğmələri ilə ifadə elədiyi şeir və bədii parçalarla məclis iştirakçılarına xoş övqat, bədii zövq aşıladılar. Liseyin direktoru Təlim-Tədris Mərkəzinin fəaliyyəti ilə məclis iştirakçılarını tanış elədi. Yurdumuza bahar ətirli Novruz gəlir. Biz hər il mütəmadi olaraq milli bayramlarımızı diferensial təhsil tədris mərkəzi olaraq təmtəraqlı şəkildə böyük bayram ab-havası ilə qeyd edirik. Bizim bu tədris mərkəzimizdə şagirdlərə bilik, bacarıqlar verməklə yanaşı, onların rəsm qabiliyyətləri və digər qabiliyyətlər də inkişaf etdirilir və eyni zamanda şagirdlərimizə bəşəri hisslər aşılamaqla yanaşı milli dəyərlərimizi aşılamağı qarşımıza məqsəd qoymuşuq. Və bu cür tədbirlər təşkil etməklə, bu cür yığıncaqlar təşkil etməklə şagirdlərimizə milli dəyərlərə hörmət eləyən, bəşəri dəyərlərə hörmət eləyən, bilikli, bacarıqlı vətəndaş kimi yetişmələrinə köməklik göstərməyə çalışırıq hər zaman. Və rayonumuz üçün, yaşadığımız bölgə üçün çox sevindirici haldır ki, biz burada yəni bizim rayon üçün olmayan bir şey, sərgilər təşkil edirik. Bizim rəssam xanımımızın, Gülnarə Məmmədovanın şəkillərini ibarət olan sərgilər təşkil edirik, bayramlar təşkil edirik və bu günlərdə bu qonaqlar hamısı bura yığışıb bizim min illərdən süzülüb gələn Novruz bayramımızı qeyd eləməyə bizlə bir yerdə. Gələn qonaqların hər birisini salamlayıram, hər birinizə sağ olun deyirəm. Novruz bayramınız mübarək olsun. Azərbaycan. Azərbaycan çıraqların gülü yansın. Xalqımızın ürəyində nur yansın. Mərd oğullar keşiyində dayansın. Yolun haqqdır, gözün toxdur millətin. Həqiqətə ölüm yoxdur millətin. Üzərindən qara yellər əsməsin. Ana yurdum Azərbaycan elləri, qapınızdan şadlıq ayaq kəsməsin, xoşbəxt gəlsin yeni ömrün illəri. Bir arzum var, heç olmasın bir qəmin. Ana yurdum Azərbaycan torpağı, bayram olsun, şadlıq olsun həmdəmin. Dalğalansın Azərbaycan bayrağı. Azərbaycanın ilk qadın xalq şairi Mirvarid Dilbazi. Əziz tədbir iştirakçıları, ağsaqqallar, ağbirçəklər, müəllim kollektivi, şagird kollektivi, əziz imişillər. Hər birinizi Mirvarid Dilbazi Poeziya Məclisi adından cani könüldən salamlayıram. Və nə xoş ki, bugün İmişlidə əlamətdar bir gündür. Novruz bayramı diferensial təhsil tədris mərkəzində qeyd olunur. Buna görə şəxsən Elşan Şəmmətliyə təşəkkürümü bildirirəm ki, bu təhsil ocağında şagirdlər təhsil almaqla yanaşı milli mənəvi dəyərlərimizlə zənginləşirlər. Tədbirin ən yaxşı məqamlarından biri rayon ağsaqqallarının bu elm ocağına təşrif buyurması idi. Seydin, Kərbəlayı Hüseyin kişinin verdiyi xeyir dua bizim də şagirdlərin də marağına səbəb oldu. Çünki ağsaqqal sözünə həmişə ehtiyacı var. Hər vaxtınız xeyir olsun. Gələn günləriniz də xoş mübarək olsun inşallah. Bizim gözəl zamanımızdır. Bu yaz günləridir. Novruz bayramının günləridir. Allah mübarək eləsin. Həm də burada bu təşkil olunan bu sərgidə, rəssamlıq sərgisində xanım balamızın gözəl əl işləri burada göstərilir. Bunun hər birinə ömür sərf olunub, zaman sərf olunub, insan ömrüdür. Onun hər biri burada çəkilən o şəkillərin hər biri insanın ömründən gedən günləridir. Gözəl sənət işləri var burada. Allah canı salamat eləsin xanım balamızın inşallah. Hər birinizə xoş gəldin deyirəm. Allah Təala zəhmətinizi itirməsin. Bu gözəl gündə, xoş gündə
Bizim hamımızın bir-birinin əhvalını yoxlamaq üçün bir-birimizlə görüşdüyümüz gündə Allah Taala belə ömrü, belə günü, belə saadəti bizə həmişə qismət eləsin. Belə bir tədbirin 4-cü dəfədir iştirak edirəm. Hər birində də gözəl-gözəl insanlar, daimi yenilənən insanlar iştirak edir. Bugün də sizin bir kollektivdən xoşum gəldi. Çox gözəl kollektivlə gəlmisiniz. Amma bir kəlmə mən o demək istəyirəm ki, Hacı Seyid Rıza ağanın sözlərinin üstündə mən danışmağım, mən demas verin, natiqlik qabiliyyəti verilməlidir ki, mən o kişinin sözündən sonra söz deyim. Bircə o bildirmək istəyirəm ki, Allah Taala bizim xanıma, gör Allah Taala özü günü-gündən başarılacaq anlaşır. Bizim bu rəssam xanıma ömür versin ki, bizim elimizin, obamızın başını usaldır. 10 il, 15 il bundan qabaq Kəlağay sözü yaddan tam çıxmışdı. Xanım bu işə başlayandan bəri Respublikada, bəlkə də başqa devlətlərdə də bu Kəlağay sözü əzbərlənir. Və bizim bu İmişlinin ən Uzqar kəndinin birində Cəfəri kəndində yetişmiş, orta məktəb təhsili olan, nə akademiyana qurtarmayıb, nə yüksək bir yerdə kiminsə şagirdi olmayıb, amma Allah Taala elə bir zehin verib ki, Allah Taala elə bir qabiliyyət verib ki, Allah vergisidir. Mən 100% Allah vergisidir. Oxumaqla, elmlə deyil. İstəyirsən 100 cilt əsərlər oxu, amma Allah Taala'nın verdiyi qabiliyyət yoxdursa, heç yerə gedib çıxmaq mümkündür. Çox sağ olun, xoş gəlmisiniz. Axir Yoksa yine zor daha ederse Konçan çiçeğin barmıdan gülüp ederse Ağabeyler kâmetini sahaya sayar yerlere gözüker Onu serdeşleyin Zülfüleri xətti xalab edərsən Qaş-qaş olduqca üzümlə dura bilmə qarşı Mən gərəyimə günəşə canım beynəmsən Ağsaqqal xanəndə Vahid Əliyev rayonda hamı yaxşı tanıyır. Sənətinə, ifasına da böyük hörmətlə yanaşırlar. Ağsaqqalların sırasında sakitcə oturmuşdu. Elə bil bu boyda sənətin daşıyıcısı deyil Vahid Əliyev. Sonra söz veriləndə açdı sandığı, tökdü pambığı. Boxçasından tamaşaçılara ləl cəvahirət töküldü və böyük marağa səbəb oldu. Yansan, heç deyilsən, məlumsan, eyləmsən Aşiq köpünüz, mal gözəl, yaxşı dəngür Tutarım sən yaxın, nə xəyal eyləmsən Sən ki yox bilməyəm, nə bilirdiyəm, oğlan eşqinədir Yer içində lənməcnunun sal eyləmsən Vahidə sən sənətən oxların gəldikcə Yılçaq gözələ bir cahil calal eyləmsən Aman, aman, aman Gözler hakkında bir şiir diye. Ey dünya mülkünü seyreden gözler. Geçemem lan nedir dünyadan gözler. Bulutlar terk olursan hem boşalırsan kudretten yaranmış ilahi gözler. Gözler de güzeldir güzellikte ter. Gözler olmasaydı sende zürrek.
Gözlərin qədrini biz bilək gərək, qoymayaq nəmlənə, qəmlənə gözlər. Mavi göz aydındır səma əsərin, qara göz düşünür, mənası dərin. Ala göz şahıdır bütün gözlərin, hərənir bir dərdir dərmanı gözlər. Sabah nəyə lazım dünyanın barı, sən ondan uça tut kamanı, tarı, çağır öz yanına vəfalı yarı, dərdini tez qanar ondakı gözlər. Mən dəli könlümü gülə bax, sadağa göndərin güllərə mənim. Mən ulu sevdamı canda saxlaram, amandır, sallayın dillərimə. Mənim şey eşqim gül məhəbbətim, hər nəfəsdə əhlim dil məhəbbətim. Canına, can alam, sel məhəbbətim, deyirsən qatacaq seylərimə. Qoy gülə söykənsin güllünün özü, güllərin ətri ilə gül açsın üzü. Canımda, qanımda ilk eşqin özü, bilirəm salacaq çöllərə məni, siz al. Siz Allah salmayın dillərə məni. Müstəqil Azərbaycanın mərkəzi şəhərində, o cümlədən müxtəlif rayonlarda və eləcə də həmçinin İmişli rayonunda müəyyən hazırlıq kursları var. O hazırlıq kurslarından da biri diferensial tədris təhsil mərkəzidir ki, İmişli rayonunda yerləşir. Və bu mərkəzə İmişli rayonunun və eləcə də Azərbaycanda tanınmış pedaqoq, müəllim və eyni zamanda böyük istedada malik olan, yaradıcılıqla məşğul olan Elşən Şükür Şəmmətli rəhbərlik edir. Artıq 5 ilə yaxındır ki, Elşən müəllim bu mərkəzə rəhbərlik edir. Bu illərdə göstəriciləri çox yüksək olub. Yəni rayonda tələbə qəbul komissiyasında, ali məktəblərə qəbul olanlar siyasında diferensial təlim tədris mərkəzinin xüsusi rolu var. Mən inanıram da ki, bu əyləşən gənclər gələcəkdə bizim Azərbaycanın ən gözəl, ən ləyaqətli, dediği sahədən asılı olmayaraq nümayəndələri olacaq. Sizin bir daha hamınızı təbrik edirəm. Bayramlarınız mübarək olsun. Var. Günləri xanım getirin oradan təqdim edin kitabları bu gül balalara və yadınızda saxlayın ki, buradan da sizə kitab hədiyyə olundu. Deməli, Mirvarid Dilbazinin Bənövşələr üstə göz yaşı kitabını bu milli don geyinən qıza təqdim edirəm. Mirvarid Dilbazi haqqında yazılan yazılar, öz içindən yanan bir ocağım mən. Bax, bu mənə baxan qıza verirəm. Çox olacaq, ancaq bu kitabı mamiyə nenə qorusun, yaxşı? Yaradıcılıq da onun bəzəyidir, insanın mahiyyətidir. İstər söz adam olsun, istər rəssam, xılça adam olsun, istər səs adam olsun, istər səqral kimi səsinlə yeküdüyü tələbələrlə öz yerini möhkəmlətmiş olsun. Vahid müəllimdən bir müşahidəmlə bu hərənin öz həqiqəti var, bir həqiqətə vardır ki, sənədlə abır qoşadır. Ancaq abır həməşə insanın ayağından dala çəkir. Ancaq üzr istəyirəm, çox üzr istəyirəm, abırsız sənətkar elə dərin olmur. Mənim müşahidəmdir, mənim gəldiyim nəticələrdir. Meydan tuta bilər, yer zanik edə bilər,
səsi hündürdən gələndə, ancaq onun yaşam ömrü nə qədər çəkər, onu bu qədər ciddi qəbul eləmirəm və eləməyənləri də haqlı bilirəm. Siz danışdıqca, sizin səsinizə, 80 yaşdakı səsinizə qulaq asdıqca, içimdən bir yaxşı qürur keçdi ki, nə yaxşı ki, bu yaşa qədər özünü abırla saxlayan. İnsan da, onun dediyi söz də, onun oxuduğu səs də abırlı olanda, onun yolu ürəyə çox kəsədir. Bayaq sizin yanınızda duran ağsaqqallardan müsahibə götürəndə baxdım, beləcə sakitcə baxırsan. Heç kimdən ağlım gəlmədi, ağlıma gəlmədi, soruşam ki, bu ağsaqqal kimdir? Və nə də mənə demədilər. Yoxsa elə birinci söhbəti, birinci müsahibəni sizdən alar. Var ol ki, sizi gördüm, tanıdım, Eldovada uzun yaşa, şagirdlər, tələbələr yetişdir. Elə sizin duruşunuz, özünüz canlı bir tarifdir. Əsl müəllim sifətidir. Var olun, ağsaqqal. Dünyada olum da, ölüm də köhnə. Hərə öz bəxtini yaşayır, bala. Adam var, qaynısı qarışqa yükü, adam var, fil yükü daşıyır, bala. Dünyanın hər işi gözə bəllidir, çatarı, yetəri, xoş təsəllidir. Ürək var, istəyi 15-50'dir, istək var, boynunu qaşıyır, bala. Dumana bürüyüb bu dağız kən ki, çax şimşək donunda torpağa, səngi, Həpərsiz ürəyi tərpətməz cəngi, həpərli ürəyi daşlayar. Bala, haqqı var çiynində, göyün, yerində, duy bu hikmətləri fırlan yerində. Zaman qroy salıb qəbəhlərində, hayız ürəyində qışlayır, bala. Ağsaqqal payıza gedən vaxtımızdır. Mən istəyirəm ki, daha çox cavanlar danışsın. Çünki onların həyatı qabaqdadır, laf şagirdlərimizdən, yetirmələrimizdən. İndidən onları mikrofona alışdırın. Rəssam Gülnarə Məmmədovanın rəsm əsərləri təhsil təlim mərkəzinə xüsusi rəng qatır. Tamaşaçı zövqünü daha da zənginləşdirir. Rəssamlığa başladığım ilk gündən həmişə çalışmışam ki, dünyanın harasında olursa olsun, mənim əsərlərim baxılanda Azərbaycanlı olduğumu bilsinlər. Ona görə də həmişə Azərbaycanın milli atributlarını qorumağa çalışıram. Azərbaycanın bütün tarixi şəxsiyyətlərini, yəni inşallah ki, bugünə qədər nə bacarmışam, işləmişəm, bugündən sonra da bacardığım qədər, əlimdən gəldiyi qədər hamısını tarixdə saxlamaq üçün onların rəsmlərini kətan üzərinə köçürəcəm. 25-ə yaxın şəhid portretlərini işləmişəm, ailələrinə təqdim eləmişəm, hədiyyə eləmişəm və onlar üçün sərgi eləmişəm. Gəncliyə Yardım Fondunda, Beynəlxalq Muğam Mərkəzində, yəni Sumqayıt Poeziya Evində. Yəni ki, əlimdən gəldiyi qədər ən çox, düzdür, başqa janrlara da üstünlük vermişəm, mənzərədir, sifarişlər də işləmişəm. Amma ən çox həmişə bütün rəsmlərimdə Azərbaycanın təbiəti, Azərbaycanın bütün milli atributları, musiqi alətlərimiz, kəlağayımız, yəni kəlağayımız Azərbaycan qadınının abır həyası, ismətidir.
Mən də həmişə çalışmışam ki, və bizi bir təsadüf Güllü xanımla tanış elədi. Kəlağayı deyəndə ilk, yəni harda axtarırsan axtar internetdə, həmən Güllü xanım çıxır. Mən də Kəlağaylı öz uşaqlıq portretimi işləmişdim. Tək portretdə deyil. Mən natürmortlarda da, sonra milli qadın geyimlərində və özümün 12 yaşımda olan portretimi Kəlağayda təsvir elədim. Elə bu əsər, bu tablo bizi Güllü xanımla birləşdirdi. Və nə yaxşı ki, Güllü xanımla birləşdirdi. Bugün ikimiz birlikdə Kəlağayımızı təbliğ eləməyə, yəni dünyanın hər tərəfində təbliğ eləməyə bir yol açmışıq. İnşallah ki, dünyanın hər yerində Kəlağayımızı, milli atributlarımızı tanıtmağa çalışacağıq və tarixi şəxsiyyətlərimizi tarixdə saxlamaq üçün artıq bir çox işlərim var. Amma bu gündən sonra da ömrümün yetdiyi qədər mən buna çalışacağım. Hörmətli Güllü xanım, hörmətli Gülnarə xanım, əziz qonaqlar, əziz tədbir iştirakçıları, mən ilk növbədə sizi Milmuğan Regional Mədəni İdarəsi rəisi Nadir müəllimin adından və öz adımdan salamlayıram və bu tədbirə də uğurlar arzulayıram. İlk növbədə qeyd etmək istəyirəm ki, artıq bu tədbirdə bu il ikinci dəfədir mən iştirak edirəm. Amma Gülnarə xanımı biz demək olar ki, bir 10 ilə yaxındır əməkdaşlıq edirik. Gülnarə xanım baxmayaraq ki, həvəskar rəssamdır. Gülnarə xanımın əsərlərini biz gördükdən sonra biz onu rayon tədbirlərində dəvət etdik və ondan əməkdaşlıq etməyə başladıq. Daha sonralar isə biz Gülnarə xanımın əsərləri və özü ilə bərabər regional tədbirlərə apardıq onun əsərlərin. Ümumiyyətlə çox yüksək səviyyədə bəyənilirdi. Hətta orada bizim Uşaq İncəsənət Məktəbinin də rəssamı da var. Onun da əsərləri nümayiş olunurdu. Demək, Gülnarə xanımın əsərlərini görənlər, qonaqlar və ictimaiyyət nümayəndələri daha çox heyranlıq deyirdilər ki, bu xanım daha çox elə peşəkar rəssama oxşayır. Güllü Tomarlı ölkədə Kəlağayını yenidən həyata qaytaran qələm adamı kimi tanınır. Güllü xanım, xoş gəlmişsiniz. Diferensial Təhsil Tədris Mərkəzinə. Eşitdiyimə görə bu sizin ikinci səfərinizdir. Əvvəlcə təəssüratınızı bilək və istəyərdik özünüzü təqdim edəsən tamaşaçılarımıza. Buyurun. Mirvarid Dilbazi Poeziya Məclisi adından bütün ümumiyyətçiləri salamlayıram və mən çox xoşbəxtəm ki, bugün İmişildəyəm. Keçən ilin 19 Martı biz İmişildə Elşən Şəmmətlinin təşəbbüsü ilə, rəssam Gülnarəmizin təşəbbüsü ilə və Mirvarid Dilbazi Poeziya Məclisinin birgə təşkilatçılığı ilə Gözəl Novruz bayramı qeyd etdik və ondan əlavə də bir dəfə də İcra Hakimiyyətinin birgə dəstəyi ilə rəssam Gülnarənin bu diferensial təhsil tədris mərkəzində rəsm sərgisini burada keçirmişik. Yəni Elşən Şəmmətliyə təşəkkür borcum var ki, təhsillə bərabər milli dəyərlərimizi təbliğ edir və bugün elimizdə, obamızda qeyd olunan, ailələrdə qeyd olunan milli bayramımız elə diferensial təhsil tədris mərkəzində şagirdlərlə, müəllimlərlə, valideynlərlə, elin ağsaqqallarının, ağbirçəklərlə bərabər qeyd olunur. Nə gözəl. Bayramımız mübarək deyirəm. İmişildə olmağın özü böyük bir xoşbəxtlikdir. Bununla yanaşı Mirvarid Dilbazi Poeziya İctimai Birliyinin sədridir. Gözəl şair aparıcı kimi həmişə deməyə sözü var. Və əsas fəaliyyətinizlə bağlı, görəcəyiniz işlərlə bağlı, burada görəcəyiniz sənətçilərlə bağlı və Kəlağayı ilə bağlı. Mirvarid Dilbazi Poeziya Məclisi yarandığı gündən Mirvarid Dilbazi yaradıcılığını, klassiklərimizin yaradıcılığını və bugünümüzün işığında yaşayıb yaradan
yazarların yaradıcılığını təbliğ edir və bununla bərabər milli dəyərlərimizi təbliğ edir. Milli baş geyimlərinin bir hissəsi, bir qolu olan Kəlağayımızı təbliğ edirik. Az qalmışdı ki, unudula, yaddan çıxa və biz Mirvarid Dilbazi Poeziya Məclisi olaraq Kəlağayı muzeyi yaratdıq və 200 qədimi Kəlağayının bir yerə cəm olmasına vəsilə olduq. O etimadı qazandıq ki, nənələrin qız gəlinləri o sandığı yığdılar, bizim muzeyə verdilər və bugün də fəaliyyətdədir. Kəlağayı festivalları keçiririk, Kəlağayı bayramı keçiririk. Kəlağayımız 2014-cü ildə Azərbaycan Respublikasının birinci vitse-prezidenti Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə UNESCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyasətinə daxil olub və bizlər də bu yolun davamçısı kimi bu Kəlağayımızı təbliğ edirik və nəticəsini gördükcə sevinirik. Mən o qədər qürur duydum ağsaqqal kişilərdən, ağsaqqal babalardan, dədələrdən. Hər kəs Kəlağayı haqqında çox gözəl danışdı və mənim üçün bu çox bir dəyərdir ki, elə mənimlə bərabər mən deyərdim ki, elə Kəlağayını Azərbaycan kişilər də bizimlə bərabər unudulmağa qoymur. Çünki onların ömür gün yoldaşları, anaları, nənələri, qız gəlinləri zamanında bu Kəlağayını təbliğ edibdi və unudulması onları da ağrıdırdı. Ancaq bugün hamısı qürurla, iftixarla qeyd edilir ki, nə yaxşı ki, Kəlağayımız Azərbaycan xanımlarının başındadır. Bugün bayrama qarşı, sevincə qarşı, qədim ulu bayramımız, Novruz bayramı və bizim gənc qızımızın əl sərgiləri bizə fərəh verir, sevinç verir. Mən sizin hər birinizi bu bayram münasibəti ilə ürəkdən təbrik edirəm. Hər birinizə can sağlığı arzulayıram və arzu edirəm ki, minlərlə belə bayramlar keçirəsiniz, xoş əhval-ruhiyyə ilə. Biz yazar adamlar həmişə sözdən istifadə edirik və bu söz də dolayısıyla gəlir, axırda öz nöqtəsinə çatır. Amma elə peşələr var ki, orada sözdən istifadə olunmur. Mənim bir bayatım var deyir, bu dünya kəs-kəsədir, bir nöqtə həndəsədir. Peşə var, sevmir sözü, onun yolu kəsədir. Məhz bugün bizim burada sərgilənən əsərlərimizin yolu kəsə yoludur. Çünki o birbaşa yaradıcının qəlbindən gəlir, onun gözlərindən birbaşa kətən üstünə süzülür. Orada sözdən istifadə olunmur. Yalnız ürək, beyin, göz işləyir. Ona görə də mən bu qızımıza da can sağlığı arzulayıram, yaradıcılıq uğurlar arzulayıram və bugün mən çox sevinirəm ki, bugün İmişlilər arasındayam. Var olsun İmişlilər, var olsun Azərbaycanımız, var olsun vətənimiz. Hər birinizə bir daha minnətdarım. Var olun. Hər inşallah deyəndə birincisi, bir də ki, deyir ki, əzizim ələ dəysin, mehəssin telə dəysin, tək əldən nə səs çıxar, əl gərək ələ dəysin. Bax, İmişlidə doğulan, boya başa çatan bir gənc rəssam bugün mənimlə bərabər bu yolu gedir. Mehriban xanım Əliyevanın şəklinin Kəlağayıda görürsünüz necə gözəl yaradıbdır. Özünün rəsmini bir balaca tablosu var. Özünü o şəkil bizi birləşdiribdir. Aşıq Ələsgərin Çərşənbə gündə Çeşmə başında. Yəni bu kompozisiyaları o qədər gözəl yaradıbdır ki, Aşıq Ələsgər də təriqət insanı idi, uzaq görən idi. Bilirdi ki, bir zaman gələcək, o bulaq başı yığnaqsız olacaq. Bəy nişan oğlanlar, kəmərbəstə qızlar orada görünməyəcək. Və o öz misralarınla, ay qız sənin nə vədəndir, kəsilib qısa tellərin, Kəlağayı əlvan qıyqacı, üstündən basa tellərin. Sanki o bir bənd şeirinlə bizim o yaddaşlarımızda mürgü döyən xatirələri oyadır və o misralarınla, o bəndinlə bizi gələcəyə aparır. Nə yaxşı ki, milli dəyərlərimiz yaşayır, nə yaxşı ki, qədir bilənlər var, dəyər verənlər var, unudulmağa qoymur. Beləcə
Diferensial təlim tədris mərkəzində böyük bir el şənliyi başa çatır. Liseyin müəllim və şagird kollektivi böyük coşqu ilə bu tədbiri başa verirlər. Təkcə liseyin əməkdaşları deyil, eləcə də gələn qonaqların, yığılan məclis iştirakçılarının hamısı xoş övqatla bu el şənliyini başa vurur. Və biz də deyirik ki, həmişə şənliklərdə, həmişə xeyir işlərdə var olun Allah amanında.